Müşfiq bəy, ümumiyyətlə hazırki gedişat nədən ibarətdir və təbii olaraq Rusiyanın mövqeyi, ən azından səfirin dilindən ifadə olunan bu mövqe gələcək hadisələrdə nəyi gözləməyimizə, müşahidə etməyimizə əsas verəcək? Süreyya xanım, siz çox doğru qeyd etdiniz. Yəni, indiyə qədər Rusiya bir müəyyən qədər susqunluq nümayiş etdirirdisə, artıq yavaş-yavaş danışmağa başlayıb və öz mövqeyini açıqlayır, səfiri, Ermənistandakı səfir Kapırkinin dili ilə və səfir bu müsahibəsində bir sıra mesajlar verir və bu mesajları əslində səfir Kapırkin ötən həftə Zəngəzura səfəri zamanı müəyyən üstörtülü şəkildə verilmişdir, amma bu dəfə fikrini daha açıq ifadə edib. Öncə onu qeyd edeyim ki, ayın sentyabrın 26-sında Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşündə Rusiya Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Oleg Belazerovun iştirak etməsi artıq o göstərirdi ki, bu görüşdə mütləq deməli Ermənistan daha doğrusu Zəngəzurdan Tramp marşrutunun keçməsi məsələsi müzakirə olunur və bu Rusiyanı çox narahat edir. Mən ötən həftə, mən bu yaxınlarda daha doğrusu sizin proqramınızda buna olarkən bu məsələyə toxunmuşdum və bir daha qeyd etmək istəyirəm ki, məlumdur ki, həmin Cənubi Qafqaz dəmir yolları əslində tarixən Azərbaycanın mülkiyyətində olmuş və sonradan Ermənistan tərəfindən qanunsuz olaraq mənimsənilmiş Cənubi Qafqaz dəmir yolları 30 illiyinə Rusiyanın konsesiyasına verilir və 2008-ci ildə Rusiya dəmir yollarının törəmə şirkətidir. Və ona görə də Rusiya bu kartdan istifadə edib, Ermənistana təzyiq göstərmək istəyir və bildirmək istəyir ki, bu deməli çalışacaq ki, bu məsələdə Tramp marşrutunun açılmasında, Zəngəzur dəhlizinin açılmasında maneçilik törətsin. Bu baxımdan da Rusiya özünün mülkiyyət hüququndan istifadə edərək prosesi maksimum ləngitməyə çalışır. Bunun birbaşa mən inanmıram ki, qarşısını almaq mümkün olsun, amma bunu yəni ki, müəyyən proses, müəyyən mərhələdə ləngidə bilər. Səfir Kapırkinin mesajlarına mən ilk növbədə diqqət yetirmək istəyirəm. Məsələn, o qeyd edir ki, Rusiyanın xarici siyasətin dəyişməz əsas prioritetlərindən biri Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsidir. Və bununla da demək istəyir ki, Cənubi Qafqazda Rusiyanın iştirakı olmadan sülh və sabitlik ola bilməz. Bu baxımdan Rusiyanın artıq bir xəbərdarlıq mesajları gəlməkdədir. Bu, həm Ermənistana mesajdır, həm Azərbaycana ünvanlanan bir xəbərdarlıqdır, həm də Cənubi Qafqazda artıq nəqliyyat tranzit dəhlizlərinin açılmasında iştirak etmək istəyən və burada əsas deməli oyuncuya çevrilən Birləşmiş Ştatlara yönəlik bir mesajdır. Mən digər məsələ kimi burada deməli səfir Kapırkinin bir mesajına da xüsusi diqqət yetirmək istəyirəm. O bildirir ki, Tramp yolu və Zəngəzur dəhlizi ilə bağlı məsələyə toxunaraq bildirir ki, bu məsələdə məsələn, mən onu təkrar aydın olsun deyə oxumaq istəyirəm. Sonra qeyd edir ki, bu marşrutla bağlı tranzit, Tramp yolu ilə bağlı adlanan marşrutla bağlı yük və tranzit, yük və sərnişinlərin tranzit rejimləri və hərəkət təhlükəsi ilə bağlı təfərrüatlar razılaşdırılmalıdır. Bu nə deməkdir? Bu deməkdir ki, həmin ərazidən keçəcək yüklərin və yaxud sərnişinlərin tranziti və hərəkətin təhlükəsizliyi birbaşa Rusiya bu prosesdə iştirak etməlidir və Rusiya ilə razılaşdırılmalıdır. Məlum olduğu kimi 2020-ci il 10 noyabr bəyanatına görə hərəkətin təhlükəsizliyinə Rusiya təmin etməlidir və bu məsələdə görünür Rusiya hələ də məsələn həmin yolun deməli Vaşinqtonda imzalanmış razılaşmaya uyğun olaraq
həmin yolun təhlükəsizliyinin ABŞ şirkəti tərəfindən təmin olunmasına qarşı çıxır və çalışır ki, 10 noyabr bəyanatını xatırlatmaqla bildirmək istəyir ki, bu təhlükəsizliyi yalnız deməli, Rusiya tərəfi həyata keçirə bilər. Burada ikinci məqam isə deməli, Avrasiya İqtisadi Birliyi ilə bağlı səfirin dedikləridir və səfir bildirir ki, bölgədə nəqliyyat əlaqələrinin deməli, bərpası səyləri iki tərəfli sənədlər əsasında Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü, eləcə də Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin mövcudluğu ilə bağlı şəraitin nəzərə alınmasını tələb edəcək. Bu nə deməkdir? Yəni, səfir bildirmək istəyir ki, bilirsiniz ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvüdür və bütün Ermənistan ərazisi Avrasiya İqtisadi Birliyinin ərazisi sayılır və bu məsələdə hələ iyul ayında Nikol Paşinyan Altaya səfəri zamanı Rusiyanın baş naziri Mikhail Mishustin ilə görüşmüşdü və ona orada Mishustin sonra məlum oldu ki, Paşinyana xəbərdarlıq edir ki, siz deməli, Ermənistan ərazisindən Zəngəzur dəhlizini Amerikanın layihəsi əsasında açmaqla və yaxud outsourcing prinsipi əsasında həmin ərazini Amerika şirkətinin idarəçiliyinə verməklə Avrasiya İqtisadi Birliyinin ərazisini iki hissəyə bölürsünüz və ölkənin şimalında bir gömrük rejimi, tranzit qaydaları, cənubunda bir deməli, iqtisadi və gömrük rejimi tətbiq edə bilməzsiniz. Ermənistan gömrük ittifaqının üzvüdür və xəbərdarlıq etmişdir. Sonra isə Rusiya baş nazirinin müavini deməli, Aleksey Averçuk Ermənistana gəldi və o növbəti xəbərdarlığı çatdırdı və bu məsələ ilə bağlı Rusiya ilə Ermənistan arasında çox mübahisəli vəziyyət hələ davam edir və öz həllini tapmayıb. Bax, çünki Amerika şirkəti aydındır ki, deməli, Amerika şirkəti əgər Ermənistan arasında gəlib Zəngəzur dəhlizdə dayanarsa və ya Trump marşrutuna dayanarsa, onlar Avrasiya İqtisadi Birliyinin qanunları əsasında fəaliyyət göstərməyəcəklər. Onlar təbii ki, orada iki tərəfli müqavilələr əsasında razılaşdırılmış kommersiya layihələrinin icrası ilə məşğul olacaqlar. Digər tərəfdən də burada İran sərhədi məsələsi diqqəti cəlb edir. Bu da ondan ibarətdir ki, İran sərhədi bilirsiniz ki, həmin Zəngəzur Trap marşrutu İran sərhədindən keçir və İran bu məsələdə çox narahatdır və həmin ərazinin Amerikalıların nəzarətinə keçəcəyindən narahatdır. Ona görə də bu məsələ Rusiya-İran arasında son aylar gedən qapalı danışıqlarda açıq xeyli müzakirə olunub və İran həmin sərhəddə Rusiya qoşunlarının qalmasında maraqlıdır və çalışır ki, Rusiya deməli Ermənistan-İran sərhədini nəzarətdə saxlasın. Ona görə də Sergey Kapırkinin ötən həftə Zəngəzura səfəri zamanı orada Rusiya Federal Təhlükəsizlik Xidmətinin 127-ci sərhəd dəstəsinin gedib orada baş çəkməsi, onlarla görüşməsi İran sərhədində təsadüf deyildi. Bütün bunlar ona hesablanmışdı ki, yəni Rusiya burada təhlükəsizliyin garanti kimi, təminatçı kimi yalnız öz qoşunlarını görür və bu məsələdə Birləşmiş Ştatların iştirakını istəmir.